Oğlumun atasına gəlincə, bilənlər bilir, bilməyənlər üçün bir daha təkrarlayayım. Əngəlli olduğu üçün o ömrü boyu ona aliment verməlidir. Bizim dindar, Allah adamı olan mələk atamız, bizim də son atası, mənim atam. Mənim atam Allah rəhmət eləsin. 2024-də məhkəməyə verdiyim utanmaz, vicdansız vəkil göndərib ki, mən 470 manat cəmi pul alıram. 80 manatı da gizlətmişdi. Birinci Qarabağ veteranı olduğu üçün aldığı 530. Neyse, 530 olmasın. Gəlməyini 550 olmasın, 470. Bəs mən 2 uşaq saxlayıram, o pula arvad saxlayıram, maşın saxlayıram, ev saxlayıram, çatdıra bilmirəm. Mən də deyirəm ki, həmişə xəbər göndərirəm ki, kişi gəl mənə başa sal ki, mən səndən çox aldım, 470 manata. Böyük oğlumu adada oxudursan, kiçik qızıvı, heç kimlə demək üçün, adı üçün bal yıxmaq lazım, bal yıxmaq üçün repetitorlar tutmaq lazımdır. Bal yığıb daxil olandan da sonra oxutdurmaq lazımdır. Səy-səy cahil-cahil danışmayın. Elə səy-səy cahil-cahil danışana mənim həyatım qismət. Qızlar, əgər qadınsızsa, qızlarınıza da qismət, kişisizsə də qızınıza qismət, mənim keçmiş həyat yoldaşım kimisi. Yaxşı mı? Onda danışarsınız cahil-cahil. Bütün izləyicilər mən belə deyəndə, bütün yaxşı izləyicilər bütün yaxşı izləyicilər, sizlərə can qurban, öz üzərinizə götürməyin. O, heç bir baltaya sap olmayıb, yalandan özünə sosial mediada təsdiqləməyə çalışan cahillərə aiddir. Nəysə, söhbət ondan getmir. Nəysə, bizim insaflı hakimimiz, mələk üzrə aman, 70 manat kəsdi. Sonra bu söz verdi ki, mən düzdür, ərizədə yazdı ki, yazılanı ödəyəcəm 70 manatı, amma söz verdi ki, 270 manatı hər ayın 30'u 31'i ödəyəcəm. Nəysə, bu 30'u 31'i keçdi, oldu ayın 7'si. Bəzi halda 10'u 12'si. Yazıq, 470'in 270'ini mənə verir. 200 manatla necə saxlayırıq? Gəl mənə dərs etsin də. Bir uşağı adada oxudur, o bursunu 470 manata bir uşağı adada oxudurdu, o bursunu psixologiyada oxudurdu. Arvad işləmirdi, 3 ilə boyun boynuna sallanmışdı. Maşın, ev, Nərimanovda. Life Center'ın yaxınlığında, hadisə o binadan yaxınlığında, onun kommunalı, indi də kommunallar attı. 470'in də 270'ini bizə verirdim. Nətər saxlayırmış. Neyse. Düzdür, ortada getdim, icraatı dayandırdım, amma ona baxmayaraq göndərirdi 270 manat elə böyükdür. Bəzi kişilər deyir ki, mən alimenti verirəm. Ayda, o aliment, o bəzi kişilər aliment eləyir, qadınlar alimentə görə boşanır deyənlər var ha. Onların o ikinci nigahdan olan qızları var ha, birinci nigahdan yox aliment qırır. Hələ o alimentlə yaşasın, yaşaya bilirsə. Bacıları da, anaları da, o ikinci nigahdan olub bağına basdıqları qızları da, hansına ki bulqaya, bəziləri var deyir, alimentə görə. Hələ bəzi arvadlar var, yaxşıdırlar, deyir, qadınlar alimentə görə boşanır. İnşallah sənin qızın boşanar, o alimenti alar, görüm necə yaşayacaq, bax necə yaşayacaqsın, bu 270 manat minimaldan da azdır. Elə deyənlərə ar olsun, ayıb olsun. Onun da karması var, amma sonra başa düşmürlər. Çünki mesela mənim bir izləyicim yazdı ki, bizdə bir kişi var idi, boşananlara pis baxırdı, elə ki qızı boşandı, pisi yatdı, oturdu. O kişi başa düşmür ki, qızım... Amma o izləyicim deyən kişi danışanda qonşusuydu, qohumuydu, başa düşmür ki, qızım niyə boşandı. Çünki pis baxmışdım, başa düşürsən, və adətən ilahi ədalət günahsızların üzərində çatlayır. Sən boşananlara pis baxırdın, Allah da qızını boşandırdı, dedi, Allah, pis baxdığın boşanan elə sənin qızındır. Nəyəsə. Bu ayın neçəsidir? 17'sidir. Hələ papçıqamızdan xəbər, icraata dayandırmamızdır. Çünki bilən fake profillərdən baxır, mənim səhifəm açıqdır, bəlkə öz profilindən də baxır, fake profillərindən də baxır. Vallahi ondan törənin, onun tərbiyə verdiyi oğlumun bacı qardaşı ne olacaq? Özü vicdansızdırsa o bacı qardaşdan heç nə gözləmək olmaz. Hamısı da dindardır, mənim cadugər qaynanam cəbə örtür, bəlkə də həccə gedib, həcc xanımdır, bəlkə özü də həccə gedib. Qaynım da dindardır, qayın kimi mənim ondan narazılığım yoxdur, amma əmi kimi zərəv, bibimiz də cadugardır. Yəni ki, otururlar deyirlər, Allah belə gəldi, Allah elə getdi. Sizlərin gözündən pərdə asmaq olar, yəni bütün insanların. Amma Allahın gözündən əsla. Bir ata ki, uşaq yananda gəlib eyni qanını belə vermədi, o atada da gözləyiyorlar, atacıqdan. Bioloji atadır sadəcə. Onlar da Allah'a tapşırıram. Allah bildiği kimi hər iki dünyada eləsin.
Hər iki dünyada atası başda olmaqla, atası, ata nənəsi, bibisi, əmisi, hətta atasından törənən bacı qardaşlar heç kim deməsə uşaqların nə günahı var. O elə uşaqların nə günahı var deyənlər mənim oğlumun atası kimi olan ata həmin o qadınlara, qadınların qızlarına, kişilərin qızlarına, bacılarına, analarına qismət və elə sizlərin həmin o mənim oğlum kimi əziyyət çəkən övladlar da sizə qismət və müdafiə elədiyiniz oğlumun ögey bacı qardaşı kimi olan ögey bacı qardaşdır sizə qismət. Boş-boş danışmayın da, qıraqdan elə yaxşıdır ay sosial mediada. Ay sosial mediada özgüvənini artırmağa çalışıb, ailədə cəmiyyətdə sözü keçməyən, heç bir vaxt hesab olmayan avratçıqlar, kişiciklər, oğlacıqlar, qızcıqlar, qarba var, qarba. Nəysə, yaxşı izləyicilər yenə öz üzərinə götürməz. Mən belə deyəndə yaxşı izləyicilər nə üçünsə öz üzərinə götürürlər. Çünki yaxşı izləyici vicdanıdır. Ürəyinə deyir ki, birdən mən nəsə eləmişim, ona görə mənim üzərimə götürəm. Amma pis də şeyində olmur, valla. Nəysə, dedim, ayağımın son alını da danışım. Mənim oğlumun atası gibi orada çırpıq çalıb oynayırlar, amma daha bilmirlər ki, uşaq əziyyət çəkir. Dindardırlar, dindar, Allah adamlar. Ətəklərdə namaz qılmaqlar, vay. İkinci səfərin namaz qılması da siz ki, bundan ətəyində namaz qılmaqlar. Estağfurullah. Nəysə. Dedim, ayağımın son alında danışırım, oğlumun atasında. Allah mənə, anama, oğluma can sağlıq, uzun ömür. Can sağlığı, uzun ömür versin, bərəkət ruzu çoxlu versin, özümə bərəkət ruzu yollarını açsın, sağlığın bərəkət ruzun qəşəng olsun, oğlumun xətrinə o qədər Allah pul versin ki, onun atasına heç möhtac olmayaq. Atası da ki, Allah'a tapşıram, Allah onu özünü, oğlumu bəyəndiyi övladlarına möhtac etsin, o uşaqların əli ilə maddi mənəvi fiziki cəzalandırsın. Bu ən böyük cəza olar bu dünyada. Yenə də Allah bilər nə kimə, nə cəza, nə mükafat verər. Ayağımın da, oğlumun atasının da son halı. Bu qədər sizləri sevirəm. Sağ olun ki, oğlu videolar çəkəcəm. Video çəkim, paylaşmaq üçün darıxmışam. Bilirsiniz nə qədər temular gəlib. Temu var, bağlama, neçə bağlama açılışı videoları var. Sonra nə video açılışları var, ətir videosu var, kitab videosu var. Sağalandan da sonra inşallah vloglar gələcək. Dua eləyin, sağ olun. Sizləri də sevirəm.